Ki insan en çok sevdiği şeyi eləyəndə dopamin müəyyən qədər qalxır, 180 falan qalxır yəni. Amma istənilən bir narkotik istifadəçisi bu maddəni birinci dəfədən qəbul etdiyində, onda artıq qalxır 2000-ə, nə bilim, daha çox yəni. Qalxa bilir və onun beyin sistemi pozulur. Yəni sistem pozulubsa bu bizim beynimizdə mükafat sistemi var da, hansı ki siz hamınız bunu edirik, tuta bir uğuru əldə etdik, buna çatdıq və onu biz sevinməyə başlayırıq. Ya mən özünüz, yəni ətrafdan da siz özünüzü alqışlayırsınız, mən bir şey bacardım. Və bu həmin o dopaminin yüksək həddidir, hansı ki siz orada həzz almağa başladınız. Bu hansı ki maddə istifadə eləyəndə o dopamin sistemi o qədər yüksəlir ki, sonradan heç bir duyğu, yəni insani duyğular bunu əvəz eləyə bilmir. Yəni bütün narkomanlar bu hissi yaşayır. Nəinki narkoman, bütün